Almaniyada işləyən, 2 gün işləyən, minimum əmək haqqı ilə işləyən bir Alman vətəndaşı 468 manat bizim pulla qazanc əldə edir, amma Azərbaycanda minimum əmək haqqı 400 manat olduğu üçün Azərbaycanlı bir vətəndaş bu 400 manatı bir aya qazanır. Yəni Almaniyada 2 günə Almanın qazandığını Azərbaycan vətəndaşı bir aya qazanır. Eyni zamanda videoda mən qeyd eləmişdim ki, bəs Alman vətəndaş 5 gün işləyərək 1170 manat əmək haqqı qazanır. Amma Azərbaycanda orta əmək haqqı bizdə 1000-1100 manat civarında olduğu üçün orta əmək haqqı ilə işləyən bir Azərbaycan vətəndaşı yenə də Almanın 5 gün işlədiyi məbləği bir aya qazanır. Ümumilikdə isə bir ay müqayisə etsək, Almaniyada bir aylıq minimum əmək haqqı, yəni burada fikir eləyin, diqqət eləyin. Burada mən minimum əmək haqqıdan deyirəm, yəni adi Almanın kuryer, fəhləsindən söhbət gedir. 5148 manat əmək haqqı alır, amma Azərbaycanda minimum əmək haqqı 400 manatdır. Yəni arada 10, 11, 12 dəfə fərq var.